Dəyərli izləyicilər, vaxtınız xeyir olsun. Vay, yıxılmışdı. O Məhəmməd Dənizli deyənə bilmirəm. Demək olar ki, Xırdalan şəhərin mərkəz hissəsinə yaxın bir məsafədə. 199 nömrəli avtobusun dayanacağından 100-120 metr məsafədə kürsülü, 3 otaq, kubcalı, əla təmirli, Seymur qardaş deməli, uzun illər bundan öncə şəxsi yaşayış üçün tikilmiş bir evdir. Belə balaca bir xudmani həyəti var. Həyətdə maşın saxlamaq olar. Necə? Paltar yuyan maşın, ət çəkən maşın, gördüyünüz kimi balaca kaletka qatıdır. İsmə sistemi kombini, mətbəx mebeli yeni yığılıb. Bu hissələr döşəmə isti poldan ibarətdir. Gəl. Mən burada öz-özümə danışam, kameraman oranı çəkir. Mətbəx, bu da mətbəx mebeli. Döşəmə isti poldu, gəl. Bu bizim bir yataq otağı, iridir. Burada yerləşir qonaq otağı. Kürsülüdür, boşa daşlıdır, kubcalıdır, təmirlidir, şəxsi tikili evdir. Sanuzelimiz qiymət 79.000 manat. Real alıcı olduqda evə baxandan sonra qiymətlər razılaşma olacaq. Əlavə sualı olarsa, məlumat almaq istəsəniz, evə gəlib baxmaq istəsəniz, gəl gir mədəmə düş. Biraz aralıdan çəkdir. Qiymət 79.000 manat. Əlavə sualı varsa aşağıda sağ tərəfdə bizim əlaqə nömrəsi var. Zəng edib məlumat alıb gəlib evə yerindəcə baxa bilərsiniz.